İnsan biznesmen olaraq doğulur, yoxsa ailənin uşaqlıqdan aşıladığı maliyyə savadı, risk etmə cəsarəti, həmçinin hər insanda olmayan fərasət də öz rolunu oynayırmı? Yəni sizin uşaqlığınızda fərqli olan nə idi? Biznesmen inanmıram mən ki, nə doğulmur mənə elə gəlir biznesmen və yaxud da ki, ailənin təsiri ilə tacir ola bilər insan. Birbaşa arzu edərək təsiri yox, dolayı təsiri var ailənin. Çünki uşaq orada görüb böyüyür. Bu ticarət ola bilər. Biznesmen faktoru isə çox fərqlidir. Biznesmen mənə elə gəlir ki, əqraba, dostlar, cəmiyyət tərəfindən təyin edilmiş bir vəzifədir. Ümumiyyətlə biz qədərimizi yaşayırıq. Bizim hər birimiz bir qədərimizi yaşayırıq. Çünki tacirin güclü olması vacib deyil. Biznesmen amma güclü olmalıdır. Biznesmen bir mənada mənə elə gəlir ki, ikinci ata ola bilməlidir öz heyəti üçün, öz kollektivi üçün. Çünki bu çox əhəmiyyətlidir. Tacir uzun vaxtı səninlə keçirməz, satıcısı ilə keçirməz. Biznesmen keçirir. Biznesmen iclaslar edir, tacir iclaslar etməz. Və sən nə qədər heyətinlə bərabər olursansa, onlarla dərdlənirsənsə, istər-istəməz onlar səndən, sən də onlardan bir parçaya çevrilirsən, uzantılarına sənin çevrilir. Yəni bir genetik faktor yoxdur. Bir genetik faktor mənə elə gəlir yoxdur. Çünki mənim ailəmdə, mənim atamın ailəsində heç bir tacir yoxdur, heç bir biznesmen yoxdur.